Bak kardeşim, Allah Teala Kur'an'da ne deyir? Kul la ya'lemu men fis semavati vel ardil gaybe illallah. De ki, yerlerde ve göylerde Allah'tan başka geybi hiç kim bilmez. Müslümanların etikadıdır. Siz bilirsiniz bu rafiziler ne etikad edirlər imamları hakkında? İmam Sadiq aleyhisselamdan gəlib ki, indi uydurma deyə gəlməyib. Bunlar gətizdiriblər. Belə deyirlər ki, əuzu billah. Güya İmam Sadiq aleyhisselam and içir, deyir ki, bu Bihardadır. Məclisin Biharında deyir ki, vallahi mən deyir, əvvəlkilərin və axırıncıların elmi verilib mənə. Bilirəm hamısını. Kişilərin sülbündə, belində və qadınların bətnində nə var, biz bilirik hamısını. Yəni biz imamlar. Və göylərdə və yerlərdə elə bir şey yoxdur ki, biz bilməyək onu. Selamun Aleyküm əziz müsəlmanlar. Həqiqətən həmd olsun aləmlərin Rəbbinə ki, bu belə insanlara dedizdirir İmam Sadiq əleyhissalam. Elhamdülillah. Deməli, bu insan deyir ki, şiyələr deyirlər ki, imamlar qeyb elmin biliblər. Və şiyələr deyir, küfrə gedir, hansı ki, deyir, imamların bundan xəbəri yoxdur. Və deyir ki, qeyb yalnız Allaha aid olan məsələdir. Və bu tipli insanların və bir çox belə tipli insanların problemi odur ki, Quran-ı Kərimin digər ayələrinə nəzər salmırlar. Misal, Cin surəsinin 26-27-ci ayələrinə gedib baxsalar, bəli, qeybin açarı Allahın yanındadır. Amma 27-ci ayədə nə deyir? Deyir ki, ancaq razı qaldığı elçi bundan istisnadır. Deməli, Allah peyğəmbərlərinə də qeyb elmindən verir. Digər bir misal, Ali-İmran 49-a gedib nəzər salsaq, orada Həzrət İsa nə deyir? Həzrət İsa deyir ki, evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verirəm. Həzrət İsa onlara nəyi saxlayıblar, nəyi yeyiblər? Bu da qeybi bir məsələdir ki, hansı ki, onlara deyir bunu. Hə, deyə bilərsiniz ki, peyğəmbərə aiddir də bu. İmamın buna nə dəxli var ki? Dərəcə etibarilə imam peyğəmbərdən üstündür. Hə, deyə bilərsiniz ki, bunu hardan gətirirsən? Baxın, Bəqərə surəsinin 124-cü ayəsinə biz nəzər salanda İbrahim əleyhissalam bir neçə imtihandan keçdi və hədislərdə gəlir, sonuncu imtihanı onun İsmail əleyhissalamı qurban kəsməsidir. Və Allah dedi ki, səni imam qərarı verdim. Deməli, insan imtihan verəndə sinifdən sinifə qalxır da, aşağı düşmür ki. Yəni, imamət peyğəmbərlik məqamından üstündür. Bu məsələ də belə. Bəs deyə bilərsiniz ki, bu qeyb elmindən imamların xəbəri olmasının hansı dəlili var? Baxın, İsa əleyhissalamdan misal çəkdim. Və bütün kullu müsəlman, hamısı etiqad ediblər ki, İslam peyğəmbəri bütün peyğəmbərlərdən üstündür. Bunu hamısı deyir. Və bəşəriyyətdə, bütün məxluqatdan ən üstünü İslam peyğəmbəridir. Gəlin Ali-İmran surəsinin 61-ci ayəsinə nəzər salaq. İslam peyğəmbəri Nəcan xristiyanları ilə elmi bəhsə gedəndə, hansı ki, onları məğlub elədi, amma razılaşmadılar. Orada Ali-İmran 61-də lənətləşmə, hansı ki, mübahilə ayəsi, orada deyir ki, Əhl-i Beyti aparır və deyir, gətirin özünüzü, gətirək özümüzü, ənfusənə və ənfusəkum, nəfs sözündəndir, yəni özümü gətirirəm ora. Kim apardı? Əmir-əl-Muminin Əli əleyhissalamı. Peyğəmbər deyir, yəni, sənlə mən eyniyik, bir fərqinə ki, peyğəmbərlik kəsildi və vəh bitdi. Amma elmlər, peyğəmbərdə olan elmləri təbii ki, Əmir-əl-Muminin əleyhissalama da öyrətmişdi və bu elmləri eyni zamanda bunların elmləri Allahdandır. Bu məsələdə belə. Yəni, burada qaranlıq bir şey deyil və Quranla da öz təsdiqini tapır. Növbəti bir məsələ. Bunlar ki, deyir ki, imamlar qeybi bilirlər, şiyələr deyirlər, bəs yaxşı, sizdən misal gətirəndə heç bir problem yoxdur. Nətər olur ki, Ömər qəbirdə sorğu-suala, mələklərə cavab verir. Eyni zamanda
zəlzələni dayandırır, günəşi söndürür. Amma Həzrəti Əli əleyhissalama gələndə və digər imamlara gələndə olmaz. Nətər olur bu? Növbəti bir dənə məsələ. Növbəti bir məsələ İbn Səd, Əhlüsünnə mənbəyidir. Təbaqətül Kubrada 3-cü cild səhifə 332-də Kəb əl-Əhbarın dilindən bu şəxs deyir ki, Ömərin öldürülməsini Ömərə deyibdir. 3 gün sonra öləsən. Hətta baxın, Təbəri tarixində 3-cü cild səhifə 265-də bunu yazır. 3 gün sonra sən öldürüləcəksən. Ömər də deyir, hardan bilirsən? Deyir, Tövratda oxumuşam. Ömər deyir, Tövratda mənim adım var orada. Deyir, yox, xeyr, sənin xüsusiyyətlərini görürəm. Artıq ölüm vaxtı yetişibdir. Eyni zamanda həmən bu şəxs Kəb əl-Əhbar İbn Həcər Fəthül Baridə gətiribdir ki, bir məscid Osmanın zamanında, Osman İbn Əffanın zamanında məscid tikirlər. Deyir ki, bu məscidin tikilib bitməsini istəmirəm. Tikilib bitirən kimi Osmanı öldürürlər. Nətər oldu? Ömər İbn Xəttabın və Osman İbn Əffanın öldürülməsinin sıradan bir adam dedi, bildi. Amma imamlara bu məsələlər olmaz. İmamlar bu məsələləri deyə bilməz. Nətər oldu bu? İndi gələk, deyir ki, bu elmlər ki var, hansı ki, cinsin təyin olunması və s. Bunları deyir ki, şiyələr ifrata gedir, imamlar bunları hardan bilirlər. Baxın, tarixdə çox hadisələr olubdur ki, məsələn, bir dənə misal çəkəcək. Bəli, qeybin açarları Allahın yanındadır və bir neçə məsələ var ki, qeybi məsələdir. Amma elmlə açılan məsələlər də var. Məsələn, orta əsrlərdə bir dənə alim var idi, Kaşani. İranın Kaşan şəhərindən idi. Bunu öldürdülər. Nəyin üstündə öldürdülər? Bu yazıq sinoptiklərdən xəbər verirdi. Dedilər, sən Allahın işinə qatışsan, havanın dəyişməsini bu günləri sinoptiklərdə təyin edə bilir. Vurdular, onu öldürdülər. Eyni zamanda Nəsrəddin Tusi Azərbaycanın böyük alimi. Bu da nücum elmindən, astronomiyadan xəbəri var idi. Və imamlar da bu elmləri də biliblər. Burada nə problem bir şey var ki? Gələk cinsi təyin etmək məsələsinə. Baxın, bir dənə sizə hədis oxuyacağım. Baxın, Əmir-i-Müminin Əli əleyhissalamın Qəzavətləri kitabı. Qəzavətləri kitabı və burada Əbu Bəkrə də, Ömərə də, Osmana da, neçə yerdə Əmir-i-Müminin Əli əleyhissalam kömək eləyir və onlar da etiraf edirlər ki, Əlinin olmadığı gündən Allaha pənah aparırıq və sünni mənbələrdə var burada, şiə mənbələrdə var və s. və ilaxır. İndi, baxın, deyir imamlar cinsi təyin edirlər. Necə təyin edirlər? İndi misal, bir kişinin 2 kənizi var idi. Təsadüfən hər ikisi eyni vaxtda doğdular. Biri oğlan, digəri isə qız. Qız doğan kəniz körpəsinin oğlan uşağının yerində yatırtdı. Oğlanı isə öz avuçuna alıb, oğlan mənimdir. Oğlanın anası da, oğlan mənimdir deyirdi. Oğlanın anası da, oğlan mənimdir deyirdi. Münaqişəni həll etmək üçün Əli əleyhissalama müraciət etdilər. İmam göstəriş verdi ki, onların südlərini tərəzidə çəksinlər. Sonra buyurdu, hansının südü ağır olsa, oğlan onunkudur. Mənbə, Təhsib 6-cı cild səhifə 315, hədis nömrə 80. Məsələ qaranlıq qalmadı ki, baxın, Ömər İbn Xəttabın zamanında da belə bir dənə hadisə olubdur və bir məsələni oxuyacağım. Çünki geniş olduğuna görə sadəcə bir məsələni oxuyacağım. Baxın, deməli, Şəhraşub hadisəni danışır. Sonra deyir ki, Həzrət Əlinin Ömərin xilafəti dövründəki qəzavətlərindən nəql etmiş və demiş, təbiblər oğlanın qızdan seçilməsində bu göstərişi meyyər hesab etmişlər. Mənaqib sərvi Qəzayahu fih Əhtisani 1-ci cild səhifə 498 məhrum
Hərraqi Xəzain kitabında səhifə 113-də belə nəql edir. Arvadın hamilə olduğu zaman oğlan və ya qız olduğunu bilmək istəyirsənsə, onun südündən bir miqdarını sağıb bir qaba qoy və onun üzərinə su dök. Əgər süd suyun üstünə qalxırsa, deməli oğlandır. Əks halda qızdır. Təyin etmək də bax bu yolundandır. Burada çətin nə var ki, bunların elmi bu günləri Əmirəl-Müminin Əli əleyhissalamın və digər imamların o qəzavətləri ki var, bu günləri təbabət ondan istifadə edir. Yəni bunlar bu məsələləri elmlə biliblər. Cinsin təyin olunması və s. Yəni görürsüz, südün çəkməklə qız və yaxud oğlan olduğunu Əmirəl-Müminin Əli əleyhissalam deyibdir. Yəni bu elmlər sizin sevdiyiniz xəlifələrdə yoxdursa, ona biz nə edək? Əqidənizdə şübhə eləməyin və bilin Peyğəmbərdən sonra haqq yolu Əli yoldur. Qiyamətə kimi ya Əli, sağ olun.